Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Həzrət Əli əleyhissalam xanım Zəhra haqqında belə bir söz deyir. Buyurur ki, Kuntu izə nəzərtu ilə Fatimə inkəşəfə annil humum və lə əhsan. Mən Fatiməyə baxanda məndə olan bütün qəm-qüssə aradan gedərdi. Xanım Zəhra bütün bəşəriyyət üçün, İstər kişi, istər qadın, xüsusilə qadın üçün bir örnəkdir. Biz ona baxırıq, qadınlar ona baxır, örnək alır, ibrət alır. Və bu günlərim xanımlar özləri üçün bir kamil insan olaraq örnək seçmək istəsələr, gərək xanım Zəhranı seçsinlər. Doğrudan da xanım Zəhra bəşəriyyət üçün bir örnəkdir. Həm əxlaqı ilə, həm fəziləti ilə, üstün məqamları ilə bütün bəşəriyyətə örnək hesab olunur. Ona görə Peyğəmbər onu görəndə, xanım Zəhranı görəndə ayağa qalxardı. Görərdi xanım Zəhra gəlir, qızı Zəhra gəlir, ayağa qalxardı. Bu Peyğəmbərin bir qızıdır deyə bunu eləmir. Həqiqətən də Peyğəmbər onda bir məqam görürdü, onda bir üstünlük görürdü. Peyğəmbər onun ayağına qalxırdı. Sanki Peyğəmbər onun məqamının ayağına qalxırdı, məqamına ehtiram edirdi. Xanım Zəhranı Zəhra edən, xanım Zəhranı fəzilətli bir qadın edən, Seyyidətü Nisa'il aləmin, aləmlərdə olan qadınların seyyidəsi, rəhbəri, üstünü edən nə idi? Onun ailədə möhkəm olması idi. Ailəsində Həzrət Əliyə, Peyğəmbərə, övladlarına aramlıq mənbə olması idi. Həqiqətən də o ailəsində Həzrət Əliyə aramlıq bəxş edirdi. Deyir, baxırdım ona, bütün qəm-qüssəm aradan gedərdi. Gör, xanım Zəhra necə bir ailə formalaşdırıb, necə bir ailə yetişdirib ki, Həzrət Əli ona baxanda qəmi, kədər aradan gedirdi. Peyğəmbər ona baxırdı, Peyğəmbər xanım Zəhraya baxmaqla istirahət edirdi, ruhu istirahət edirdi. Həqiqətən böyük bir məqamdır. Bu ailədən başlayır. Qadın ailədə aramlıq formalaşdırır. Qadın ailədə aram insan yetişdirir. Həyat yoldaşını aram olaraq yetişdirir. Bu bir aram insanın yetişdirməsi deməkdir. Atası belə atasını yetişdirir. Bəzən biz düşünürük ki, ata övladını yetişdirir, amma bu həmişə belə deyil. Bəzən qız uşağı öz atasını yetişdirir. Onu aram insan olaraq formalaşdırır. Hətta ananı. Qadının həqiqətən də ailədə tərbiyə etmək rolu böyükdür. Qadın ailəni idarə edir. Ruhani bir idarə qadının əlində olur. Qadın evdədir. Qadın təkcə ev işi görməklə, qab yumaqla, məsələn, uşağın işləri ilə məşğul olmaqla, bu deyil qadın təkcə. Qadınlar öz qədrini bilməlidir ki, yox, mən həm də özümü formalaşdırmalıyam, birinci özüm aram olmalıyam, mən Allaha bəndə olmalıyam. Ondan sonra mən bir cəmiyyət yetişdirirəm. Orada kişi, övlad, ata, bunlar bir cəmiyyətdir, mənim cəmiyyətimdir. Və qadının fəziləti, qadını üstün edən, hardan başlayır onun üstünlüyü? Ailədən başlayır. Bəli, İslam dini icazə verir, qadın işləyə bilər. Qadın ictimai bir vəzifəyə sahibi ola bilər. Dinimiz buna qarşı deyil. Qadının da ictimai bir rolu ola bilir. Din buna qarşı deyil. Amma bir məsələ var. Təəssüf ki, bəziləri bugün nə deyir? Ailəni bir məhdudiyyət, köləlik bilir. Ki, yəni qadın evlənir, ərə gedir və kölə olur. Ərinə kölə olur. Övladına kölə olur. Ailə dəyərini darmadağın etmək istəyirlər. Ehtiyac yoxdur ailə qurmağa. Niyə gedib özünü kölə eləyirsən? Belə bir fikirlə istəyirlər ki, qadınları yoldan çıxarsınlar. Amma qadının ictimai işi o zaman gözəl ola bilər ki, onun ailəsində problemlər yaranmasın. O ailəsini idarə etməkdə mükəmməl olsun. Orada mükəmməl olmadığı təqdirdə cəmiyyətdə idarəçilik eləyə bilməz. Orada mükəmməl olmadığı təqdirdə cəmiyyətə xidmət edə bilməz. Yəni, qadının ictimai bir varlıq olması o zaman doğru olur. Oradan başlayır ki, o öz ailəsində, ailə daxildə
ailə daxilində nədir? Mükəmməldir. Ailə daxilində özü öz ailəsini formalaşdırır, onlara aramlıq bəxş edir. Dinimiz deyir ki, bundan mühüm, sənin ictimai bir varlıq olmağından daha mühüm olan budur ki, birinci ailəni yetişdir. Oradan başla. Bəli, Allah deyir, mən icazə verirəm, sən ictimai işlər edə bilərsən, amma bu, o demək deyil, ailə dəyəri aradan getməlidir. Təəssüf qeyd etdim, yenə də qeyd edirəm. Çox təəssüf ki, bu günlərin qadınlarımızın bəzən görürsən, elə bir şeylər onlara diktə edirlər ki, bəzi qadınlar məsələn boşanır. Səbəb, mən gəlmişəm, ailə həyatı qurmuşam, çətinlik var burada və mən burada qulam, köləyəm. Amma o cür deyil, zaten hər zaman çətinlik var. İnsan başa düşsə ki, bu çətinlik hər zaman bizi təkamülə aparır, bizi kamilləşdirir. O çətinlik bizim üçün bir ləzzətə çevrilər, ləzzət mənbəyi olar. Ona görə qadın Allaha bəndə olmalıdır ki, ailədə olan o çətinlik zamanı dözümlü olsun. Və ailənin dəyərini bildikdən sonra qadın o zaman cəmiyyətdə dəyərli ola bilər. Bugün boşanmaların səbəblərindən biri budur. Çünki ailəni düzgün başa düşməyiblər, ailə dəyərini düzgün başa düşməyiblər. Bəli, kişinin də təzyiqi ola bilir. Kişinin məsələn qadına qarşı zorakılığı ola bilir. Bunların qarşısı alınmalıdır. İşimiz yox. Amma bunlar hər zaman buna səbəb olmamalıdır ki, qadın elə istədiyi zaman ailəni dağıtsın. Həmçinin elə kişiyə də aiddir təbii ki. Kişi istədiyi zaman ailəni dağıtsın. Bax, xanım Zəhra kim idi? Xanım Zəhra adi bir evdar qadın idi. Ailəsində aramlıq mənbəyi olan bir qadın idi. Amma xanım Zəhranı görürsünüz, ictimai işlər də gördü. Neynədir? Onun fədəkiyyə xütbəsi var. İctimaiyyətdə xütbə etdi. Onun ictimai işləri də var. Nədən başladı? Çünki xanım Zəhra elə bir xanım idi ki, o ailəsindən başladı. Oradan keçid etdi. O belə eləmədi ki, ailə dəyərini vurdu, elə ictimai işlərlə məşğul oldu. Haqqı tələb etdi. Belə olmalıdır. O ailədən başladı xanım Zəhra. Və bugün xanım Zəhra hər kəsə örnək sayılır. Elə bir qadın ki, onun belə də mühüm bir ictimai işləri, vəzifəsi yox idi. Yəni, hansı bir ictimai mühüm vəzifəyə sahib deyildi. Adi bir evdar qadın idi. Amma örnəkdir. Evdar qadın cəmiyyətə örnək olub. Hətta kişilərə örnək olub. Örnək seçilib, bugün onun haqqında danışırlar. Əşrəfun nas, Peyğəmbər, İnsanların ən şərafətlisi, ən üstünü idi, Peyğəmbər onun ayağına qalxardı. Xülasə, Həzrət Əli əleyhissalam ki, deyir, mən xanıma Zəhraya baxırdım, mənim bütün qəmim, qüssəm aradan gedərdi. Bu elə bir xanım idi ki, ailə dəyərini bilən xanım idi deyə o aramlıq bəxş edirdi insana. Və bir qadın ictimai işləri o zaman görə bilər və yaxud da keyfiyyətli görə bilər, ailəsinin dəyərini bilsin. Ailəni aradan aparmaq, darmadağın etmək, bu qadının təbii həyatını, onun fitri bir həyatını, onun necə deyim, fitri bir istəyini aradan aparmaqdır. Qadın da bir insan da, insan olan qadınlığı aradan aparmaqdır. Ruhiyyəsini darmadağın etməkdir. Allah bizləri xanım Zəhranın məqamını dərk edənlərdən qərar versin.